o maşın sürətin, yəni deyə başa düşürsən, amma o arzumun o oğlu başına vururdu ya. Orada o videonu mən gördüm, mən özümü saxlaya bilmədim də, mən inanırsan Allaha mən ağladım da o uşağa görə ya. Və bu qız, bu arzu tutulanda ki, həmən dəqiqələrdə canlı yayın başıb oynadı, mənim o qıza bir də nifrətim artdı ki, yəni bu insan elə bir arzunu özünə rəqib görürdü. Elə bir ki, arzu getdi buna daha maraq olacaq. Elə bir ki, içində belə kini ki, o insanın oları, o baboşda var belə bir şey. O baboşa yığdılar, kimisə tutublar. Belə deyir, hə, tutdular, sevinmiş deyə. Sonra çıxdı deyə sevinməmiş, amma mən elə insanları sevmirəm də. Bilsən, mən elə insanlar, mən misal üçün Ləmanın xətrini niyə çox istəyirəm? Ləman arzum tutulanda mənə zəng vurdu, gördüm danışanda elə bir ki, ağlamaq istəyir də. Deyir ki, baxmayaraq ki, o mənə problem yaradıb, onun 4 dənə balası var. Yəni, mən bugün qızım telefonda, gördüm sən də video paylaşmışam. Mən onu heç bilməmişəm, mənim bacım qıraqdan çəkib də. O mənim telefonda məni öpüb, məni ata deməyi, dünyanın var dövləti qurban olsun, onun bir dənə o hərəkətinə də. Amma Arzunun 4 balası vardı. Onlara baş salmaq olmur ki, ana tutulub, ana cəza çəkir. Müjgan, sən necə onda sevinə? Sən sətir altı gülməklərin, sevinməyin, başa düşürsən? Başa düşürsən, necə onu? Həmən günü o qıza mənim nifrətim artdı da. Yəni, mən bugün Ləmanın tutulmağına, bugün sevindim, bilirsən niyə? 10 gün düzdür, az müddətdir bir insanın bir reabilitasiya keçməyi, bir cəmiyyətdən bir kənar qalmağa ən az onun 2 ay vaxt lazım idi. Amma onun o içindəki o paxıllıq, kin-küdurət, Zuzu var ha. Zuzu mənə zəng vurdu ki, Tolik, mən arzu çıxanda qurban demişəm, amma istəyirəm sənə də qurbanlıq əti gətirim. Dedim, ay qız, mənə qurbanlıq əti niyə gətirirsən? Mənim pulum yoxdur, 1 kilo ət alım qurban əti, mənim ehtiyacım yoxdur. Amma gördüm bunu eləməyində. İndi bunu pis edib, yaxşı edib, reklamı edib, qəlbləri görən Allahdır. Amma sən çıxdın, gah belə bir açıqlama verdin, sonra dünkü telefonla oynayırdı, sonra belə 10 dənə fikrə getdin də bir şahid kimi də, sosial şəbəkədə belə danışdın. Mən o qıza görə, özün görmüşdün də, mən Müjgana görə həmişə söylürdüm. Amma mən dedim, Müjgan haqq edib. Haqq edib 10 gün azdır. Bilən azı 1 ay gərək yataydı ki, ağlı doğrudan da başına gələydi ki, insanların acığına, mən bugün kupalnik alacağım, pul atın, dənizə gedəcəyəm. Sizcə mən ananas alım, yoxsa apelsin alım, mənə pul atın. Yəni, insanlar altda yazırdılar ki, bəs kasıblar var və o, onların ne bu acığına bunu eləyirdi də. Misal üçün də, kütlə məni harada sevir, harada sevmir. Mən yayım açsam və kütlənin əleyhinə danışsam, kütlə mənə nifrət bəsləyəcək də, düzdür. Və mən bunu bilə-bilə, hələ bir yayımda oturum deyim, belə-belə, bu qız belə eləyirdi. Ona görə o qıza mənim qıcığım yaranmışdı. Son vaxtlar ona qıcıq olurdum mən. Sənə qarşı pis olmayıb, səninlə oturub çörəyi kəsib, mənə and düşsün, mən deyərəm ki, mən Arzu ilə 1 stakan oturub yalnız verilişdə çay veriblər ona, mən də oyun ola bilər orada oturub çay içmişəm. Amma sən Arzu ilə restoranlara getmişsən, onun maşınında getmişsən, sən kütləni niyə qəzəbləndirmirsən də? İndi də orada deyir ki, gedirəm yeniliklər öyrənim gəlim. Məncə bu qızın psixoloji problemləri var, o çıxandan sonra onu biraz psixiatrik xəstəxanada da müalicə eləməlidirlər. Mən ümumiyyətlə istəyirəm ki, bir yəni araşdırma, bir yazı kimi reportaj deyim ki, yəni bu ki yayıncılar var, çıxırlar. Bu necə qəzalarda məsələn gördün Arzuma hökm oxunan dedilər ki, 2 il yarım sürücülük hüququna məhrum edilməklə. Mən əslində çox istəyərdim ki, Ləmana 1 il icazə verməsinlər TikToka girsin. İnan ki, ona icazə verməsələr Orxan, o gedib hardasa dükkanda işləyər, hardasa geyib işləyər. Amma bax odur, mənə görə bax odur. Sonra o qız var ha, balaca boy, nədir onun adı? Sevərdi. O balaca boy oğlandı, oğlan pis şeyi görmür. Yəni burada TikTokda pis iş görənlər var ha. Bax, onların hamısını bir il sosial şəbəkəyə qadağa qoymaq lazımdır ki, onlar adaptasiya alsınlar. Niçin?
Bunlar ki Ləman yazıq gedir evlərdə süpürgəçi işləyir, gəlir bəzən oturursa deyir. Amma bu TikTokerlər var, hansılar ki bu maddə ilə tutulub. Bu 510-cu maddədə səhv etmirəmsə, bu maddə yeni tətbiq olunub da. Yəni orada əslində böyük bir maddədir. Orada yazılır ki, cəmiyyətə pis nümunə olmaq, pozğunçuluğu təbliğ eləmək, yəni onun o pozğunçuluğun müjganə adiyyatı yoxdur, amma pis nümunə olmağı var. Yəni orada paragraflar var da. Yəni bu insanların adaptasiya olub da cəmiyyətdən biraz aralanmalı. Çünki o sabah yenə də gələcək 10 gündən sonra yayım açacaq. Yayımında bugünəcə 500 nəfər var idi. Orada 5000 adam oturacaq. Mən sizə deyirəm ki 10 gündən sonra Ləmanın Ləman deyirəm, müjganın yayım açsa 10 bin adam oturacaq onun yayımında. Və həmən günü 10 min manat, 2 min manat yığacaq. Misal üçün də o deyirlər çevik tutulub. Çevikin Azərbaycanda bu boyda reklamı olmamışdı. Çevik tutulmaqla ümumiyyətcə Azərbaycanda reklam olundu. Çevik 10 gündən sonra, 8 gündən sonra qaydandan sonra onun yayımında 3000 adam olmayacaq. Onun yayımında məndən bizə nə qədər adam soruşub ki, çevik kimdir? İndi müjganı tanımayanda tanıdı. Ona görə bunlar çıxanda bunlara məhkəməyə ən azı 6 ay qadağa qoymalıdır sosial şəbəkələrdən istifadə eləmək. Yəni bunlar 6 ay istəsələr də bura girməməlidirlər. Yoxsa 10 gündən sonra yenə də gedəcək ki, mən getdim, orada yeniliklər öyrəndim ki, bu dəfə kupalnik pulu yığmayacağım, bu dəfə baletə getmək istəyirəm, balet oynamaq istəyirəm, mənə rituz alın. Onda dahi bu nə oldu? Misal üçün də. Ona görə də belə adamlar ümumiyyətcə cəza çəkib. Fərqi nədir ki? Deyib, bu günləri misal üçün elə TikTokçilər var ki, cəzadan qismən onlara icazə veriblər. Misal üçün, oğlan Nəsirov. Nəsirova icazə veriblər. Amma Nəsirov dahi yayım aça bilər. Misal üçün, bu dörtlüklər satlar var, dostlarımızdır bizim. Bunların da olmağını istəmirəm. Bunların cəzaları çox pis cəza verirlər. Nəm get dükanda otur, nəmin vannaya gir, dombalaq aç, it kimi hür, nə bilim neyinə, get kimdənsə pul al. Yəni kimisə çəkib paylaşmaq, o adama xəsər. Yəni bunlar məncə yığışmalıdır. Çünki bunlar başqa şey. Biri doğur, hindidən qarnını göstərir ki, mən hamiləyəm. Doğursan, ərvə görə doğursan da biz niyə ki doğursan? İndi ərvi sevinsin ki doğursan da. İndi biz niyə? İndi hamı doğurdu. Mənim qonşumda inək saxlayır, o da doğur. Yəni doğmağı da burada bayram eləyirlər. Juton atın deyəcəyim ki, mənim oğlum olur, qızım olur. Sən doğursan, mən neyniyim? Məndən doğmursan ki. Bir də ki, burada vətəndaşlar, izləyicilər deyir, bir əyləncədir da. Biz neyniyək? Biz əyləncəni hardan tapaq? Niyə bu şeylərdən biz əyləncənin növləri var da. Mən əyləncənin də, bax, onda gəlin belə eləyək. Mən yayım açığım Orxanla. Orxan mənə desin ki, Tolik, Uduzanda ged Əlvi rayonunda bir dənə pox çalasına sal, çıxardım oradan. Cəmaat da iyrənsin, yasın, fufu, amma 10 min adam baxsın və bundan iyrənsin. Sabah bir uşaq düşünəcək ki, mən də gedim pox çalasına gireyim, çıxım, mənə cəmaat baxacaq, pul atacaqlar, mən də bunu edeyim. Ya da bir narkomanın biri 30 gün tutulur, tozdan çıxır, deyir, nə olsun, tutulmuşdum, indi çıxmışam da, neynəmişim, təzdən yayım açır. Və təzdən yenə də söyüşdür, təzdən o yenə də tuturlar. Və o başlayırlar orada mahnı bəstələməyə ki, sən qardaşsan, Allah sənin qapını açsın, sən beləsən, beləsən. Yəni, onda bunun cəzasının, bax, əvvəl Sovet vaxtında internatlar var idi. İnternatdan başqa Mərdəkanda Detski kolon var idi. Yəni, çətin tərbiyə olan uşaqları valideynlərdən alırdılar. Orada onlar qalırdılar. Mərdəkanda idi. İndi onu ləğv ediblər. İndi elə bir kolon yoxdur. Yəni, çətin tərbiyə olan uşaqlar da. İndi gedir biri xuliqanlıqla yatır, çıxır, qardaşdır bu. Şəhərdə bu ilə şəkil çəkdilər ki, heç bilmirlər ki, bu türmədə yatmayıb. Bu, adicə gedib, müvəqqəti saxlanılmada qalıb. Bunu eləyirlər, böyük qardaş. Buna TikTokda mahnı yazırlar ki, sən bizim qardaşsan, filan kəssənsən, qardaşların ürəyi döyünür səninlə. Ağzından süt digəri bir qapaz vırsan buna 3 dəfə dombalaq aşacaq. Bu olur, bu oturur öz kurğuna deyir ki, mən içərdəydim, zondaydım. Külək də bilsən necə axırdı. Küləkləyir də, başa düşdü. Onlar da bilmir axı. Sonra başlayır ki, gördün də getdim orada. Yalandan ha. Polis onun qulağının dibinə şilləni vurdu. Get tuvaleti təmizlə. Mən burada TikTokerlər tanıyıram ki, orada onlarla bir yerdə yatan tam, necə deyim, sıravi bir adam olub.
deyib ki, o TikTokerin əlinə süpürgəni veriblər, şvabranı verib tualet təmizləyib. Özü tanınmış TikToker diye, burada oturur. Mənə də deyiblər, prosta amma adam boyuna almır. Bunlara da onu cəza kimi eləyirlər, ha ki, bunlar ikinci dəfə o qələti eləməsinlər. Bunlara cəzalandırırlar. O vaxtı məktəbdə müəllimələr bizi qoyur deyə küncə ayağımızı qaldırırdıq. O TikToker tualet təmizlətdiriblər, yəni unitaz. Amma çıxır deyir ki, mən getdim, oranın kalonun rəisi. Mənə dedi, sən bomba oğlansın. Sən bilsən, sən qardaşsan. Sen kardeşsin, davay elval şvabran, davay ne kardeş ne dost dombal görüm davay git tuvaleti temizle. Ne dost Ama gelir burada elə danışır dostlarına ki, məni orada bir də hörmət elədilər. Mənə dedilər, ürəyin sən McDonald's istəyir, bu dəqiqə gətirir. Davay dost nədir? Dombal Yəni bunlara bu lazımdır, başa düşdünüz? Yox, vaqa yox. Vaqa Allahın bədbəxtidir. Ona görə də mən düşünürəm ki, adiyyəti qurumlara doğrudan da yazmaq lazımdır ki, bu TikTokerlər, hansılar ki, pozğunçuluğu təbliğ edirlər, nə bilim, hansılar ki, fahişəliyi yalnız pozğunçuluq deyil. Döşü görünürsə, jiton üçün döşünü sıxıb altdan qaldırıbsa, döşünün arasını göstərirsə, bu pozğunçuluq, cəmaatın uşaqları gedir, atasının kartından pul oğruyur, jutunu alır, o xalalara atırlar. O xalalar az yaşlı uşaqlarla direktdə danışırlar. Türkiyədə buyur. Toreksan ilə sözü qüvvətə, o 510.2-də belə bir tezis var, sən dediyin cümlə. Deyir ki, əxlası ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə. Jestlər nə deməkdir? Döşünü göstərmək, qısa paltar giyinib baldırını göstərib ayaq üstə durmaq. Yaxud insan bədəninin hisslərinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zid formada göstərilməsi. Burada 6000 nəfər adam bizi izləyir də. Bax, belə qadınlar görürsünüz. Özdə bunlar səhər sminində işləyirlər. Səhər saat 7-də bir də görürsən ki, qaldırırlar baldırlarını. Rayonda rapira lezvasını alıblar, əllərinə qırxıblar, ayaqları qıpqırmızı. Giyiniblər qısa bir dənə paltar, baldırını qoyur, paçasının da arasından iyi gəlir, dayanır orada, jiton atır. Baxın dostlar, hamınız bu dəqiqə Qovazdan istifadə edirsiniz. Qovaza girəndə Daxili İşlər Nazirliyinə şikayət et bölməsi var. Girirsiniz oraya, yaşadığınız ünvanı tapırsınız. O videonu skrin edib atırsınız sonra və yazırsınız ki, bu qadın əxlaqsızlıq edir. Yəni, əxlaqsızlıq, baxın, o demək deyir, mən Tarix Əliyev. Gedim Türkiyəyə, Türkiyədə canlı yayın başlayayım, açım, var yoxlu cəmaatını söyüm. Sabah gəlin Bakıya deyim ki, nə olsun, mən Türkiyədə söyləmişəm də, Bakıda söyləməmişəm ki. Elə şey olar. Elə şey olar, gedmişəm, xaricdə oluram, deyirəm ki, sən belə ol. Sən Bakı, Azərbaycan kəşfətində səni. Və elə qadınları da şikayət etmək lazımdır ki, elə qadınlar, sonra cavan qızlar var burada. Fahişəlik, baxın, fahişəlik. Yalnız otelə getmək, kiminləsə cinsi əlaqəyə girmək deyil. Vulqar qadınlar var. Onlar da cəmiyyətdə fahişə obrazı yaradırlar. Yəni, vulqar qadınlar da olar. Vulqar qadınlar cəmiyyətdə xəstəliklərin yayılmasında, cavan oğlanların, 18-17 yaşında oğlanların ki, hansılar ki, erkənlik yaşında olurlar, onlara başlayırlar jutun atmağa. Onlar da onları özlərinə dəstəkçi görürlər. Başlayırlar ki, flankəs gəldi, mənim koçum gəldi, canım gəldi, zırt gəldi, pırt gəldi. Sonra başlayır onu takip eləməyə. Bir gün o götürüb ona yazır, necəsən, nə var, nə yox, neyiniz, neçə yaşın var? O da deyir, 17 yaşın var. Qıllanmamısan, harada yaşayırsan? Mama o demə, bir gün səni evimə qonaq çağıracağım. Mənə bir dənə oradan balaca pələngi at, nə bilim, balaca şir at, 50 manatlıq jiton at, pulun yoxsa ged evdən götür. Mən səni evə qonaq çağıracağım. Ona nə bilim, lift çıxının şəklini atır. Bu özü pozğunçuluqdur, pedofiliyadır. Belə qadınları, belə insanları mütləqdir, siz təmizləməsiniz. Polis bütün gün Azərbaycanda minlərlə insan yayım açır. Polis hər yayımda otura bilməz. Polis deyirlər, bəzən cinayət olunanda polis niyə gəlmir? Polis neynəsin? Geçsin bütün Azərbaycanda hamının qapısında dayansın ki, orada qışqırıq səsi gələndə polis qapını döysün ki, niyə qışqırırsınız? Qonşu görürsə ki, bir arvadı evdə döyürlərsə, mütləq 102-yə zəng vurur.
deməli ki, mənim qonşumda səs gəlir, bayaqdan nəsə qışqırıq səsi gəlir. Siz onun qabağını alacaqsınız. Siz görürsünüz ki, bir qadın döşünü açıb qoyub ortalığa, qızlardır, səhər-səhər əl üzünü yumamış. Ki, bax, yadınızdadır, bir dənə qız var idi, maşında qışqırırdı. Canım, gözüm. Hanı o qızlar? Hanı? Bir dəfə tutuldular. Sonra başladılar maşında qışqırmağa. Yenə də tutuldular. İndi TikTok'a girmirlər. Bilirsiniz niyə? Cəmiyyət göstəricidir. Cəmiyyət bu günləri Müjganın tutulmağını cəmiyyət eləməyib. Sevinç oturub ağıllıca Müjganın qanununa zid hərəkətlərini yığıb bir topluya, sivil qaydada bir şikayət edib və polis dəfələrlə Müjganı tutub onun Ayşə ilə dava edəndə, filan edəndə ona bir humanisti edib. Polisin nəyinə lazımdır Azərbaycan qadınını içəri salsın. Amma polis görəndə ki, bu qadına bir dəfə jest edirsən, 2 dəfə jest edirsən, bu şey qanmır. Necə ki o Yasamalda pandemiya devrində evdən polisin başına kuloklar atıb söyürdülər ha. Sonra onu təşkil edən arvadının yanında yatanda gecə ilə çıxartdılar tumanla, səhər tezdən evə. Polis gücünü onda göstərdi. Polis humanistiyə edir. Tolika da humanistiyə edir. Orxana da edir. Nə bilim, orada Müjgana da edir, Ləmana da edir. Bir dəfə cərimə edir. Amma yox, görür ki yox. Buna hər dəfə dəstək olanda, buna humanist davrananda bu elə bilir ki, bunu qanunla qurdalayıb tutmaq olmayacaq. Qurban olum, qanunlar o qədər gözəldir ki, qanunda sənin 3 il bundan qabaqki videovu da çıxardarlar, qoyarlar qabağıma, deyərlər ala. Fərqi nədir? 3 il bundan qabaq olub, bugün olub. Ona görə də mən düşünürəm ki, siz o döşünü göstərən, söyüş söyən, ay nə bilim, sən burada belə eləyərəm, nə bilim, asaram, kəsərəm. Bu qızlar var bütün günüm burada. Oğlanların qucağında otururlar, güya modeldilər. Dükanlarda paltar giyinirlər, modeldir güya, oturur oğlanın qucağına, deyir, biz neyini, biz sevgi obrazı. Biz sənin qardaşı, yaxşı, bu polis səni tutmayacaq. Sənin evində bir başı papaqlı, bir qiriyyətçisi yoxdur ki, desin ki, ay qızım, yaxşı başa düşdüysən, pul qazanırsan. Sən xalqın oğlunun qucağında niyə dombalıb oturursan ki? Yəni sən məcbursan dalıva onun ağ şalvar giyinmişsən, o da ağ kofta, yufka giyinib. Ağ yufkovu onun ağ şalvarına sürtəsən. Yəni bunu hansı dükkanın yiyəsi deyir? O reklam edən dükkanın yiyəsi öz bibisi qızını, əmisi qızını rəva görər, gəlsin hansısa oğlanın şalvarına dalını sürtsün ki, nə var, orada 20 min baxış olacaq. Sonra deyəcək ki, onun əynindəki şalvar 10 manatdır. Yəni bunu öz qohumuna rəva bilər o dükkanın yiyəsi. Yəni özümə rəva bilmədiyimi başqasının qızına rəva niyə bilməliyəm? Yaxşı, sonra da deyirsiniz ki, filan qız gəldi Azərbaycana, filan kəsdən hamilə qaldı. Çıxdı Xoşqədəmin verişdi ki, valla mən bilmirdim, mən mindim avtobusa, gəldim, getdim Sədərəydə bazara, məni kafeyə işə götürdülər. Orada bir gün biri ilə yatdım, bir gün biri ilə yatdım, indi bilmirəm, ondan doğmuşam, bundan doğmuşam. Yəni devlət buna, bax biz bu devlətə neyini? Devlət geçsin Sədərəydə avtovağzalda dayansın ki, hansı qız gəlir bu rayondan soruşsun ki, sən bura aton icazə verib gəlmişsən, ya anon? Sən eləyəndə, sənə qurban, sən da deyirəm biz dostluq. Necə ki, sən bugün Müjganı elədin, yəni sən eləyəndə mənə baxdılar. 1-2 nəfər tutalım yazırlar ki, iş verən. Heç nə Problem olmaz. yoxdur. Mən xalqın xeyrinə iş verənlik etməklə qürur Siz duyuram. Müjgana yaxşılıq Madam eləmişsiniz, ki- qurban olum. Çünki Müjgan bir gün kiminsə əlində qalacaqdı. Bax, mən Müjganı, Orxan Mən bilir. də elə düşünürəm. Müjganı qonşuları döymüşdülər. Müjgan qalmışdı evdə qorxa-qorxa. Mən gecə saat 1-də vəkilim Ramil Quliyevə zəng vurdum. Ramildən xahiş elədim. Ramil durdu gecə ilə o vaxtı getdi onun evinə. Getdi onu qonşularından əlindən kağız aldı, barışdırdı. Müjgan bir oğlanla görüşürdü ki, geçmiş polis işçisi idi. Hövsanda qalırdı. Buna hədə qorxu gəlirdi. Məni söydü, mənim qızımı söydü. Mənə görüş təyin elədi. Gəldi Nərimanovun ərazisinə, sərxoş halda tutdular, 15 dəqiqə başladılar. Mənə Müjgan zəng vurdu ki, Tolik çox sağ ol, məni kurtardın bu adam. Mən amma o arzum tutulanda ki sevindi, mənim Müjgana nifrətim artdı.
İnsan qurtlu Bəli, bəli, olmaz. bəli. İnsan ağlaya bilər. Biz Azərbaycan xalqıyıq. Biz tanımadığımız qonşumuz tanımırıq. O birisi binanın birinci blokunda kimsə ölür. Çıxırsan görürsən orada qışqırırlar. Adamın gözü dolur. Çünki biz mərhəmətliyik. Doğrudur. İndi də mən nəyi demək istəyirəm? Bu TikTokda sağ olsunlar ki bu 510-cu maddəni çıxartdılar. Çünki əslində bir çox adam bilmirdi. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən TikTokda baş verən hadisələrə görə mütləqdir ki, Rabitə və Texnologiya Nazirliyinə şikayət eləməliydin. Çünki bu sosial şəbəkədə olur. Onlar araşdırıb göndərməlidir Daxili İşlər Nazirliyinə. Amma yeni qanunla Milli Məclis ki bu 510-cu maddəni çıxartdı. İndi polisin işi daha rahat oldu ki, Azərbaycanda pozğunçuluğu təbliğ edən, narkomaniyanı təbliğ edən, nə bilim, pis, necə deyim, vərdişləri təbliğ edən, indi bax görürsən, maykada AOY eşliklər oturmurlar. Çünki biliblər ki, maykada AOY oturanlar sıkın eləyib atanda gelib tuturlar onları. Valideynlərin cərimə edirlər ki, uşağıma bax. Ona görə də sevinci, sənə kim iş verən deyirsə, birinci özünə baxsın ki, bu cəmiyyətə nə qədər xeyri deyib o insanın da, neyiniyib o? Bir kasıbın evinə bazarlıq aparıb, bir yetimin uşağının əməliyyat pulunu yığıb veribmi ya yox? Ondan sonra onu desinlər sənə.